Vaxtınız xeyir olsun. Yeni tripodumla ilk videonu çəkirəm. Düzdür, video görünüşü əla düşür. Prosto mən qıraqdan baxanda çox heç də yaxşı düşmürəm. Ne oldu? Ankastren mi tuttu? Ay Cavid. Cavid birinci videodan sonra utanır. Çox video görünmək istəmir. Bir dənə mən qıraqdan çəkdə qardaşım görsünlər mən necə qalıram. Adi kamera ilə bir dənə çək öz telefonunla. Tamam Cavid qorxma. Yaxşı olacaq bura. Çəksən səndən bunu. Bir dənə telefondan mən qıraqdan çəkirsən. Bu görüntünü götürmək üçün görürsən necə qalıram mən. Yıxılırdım ya. Adi hər video da ola bilər, şəkil də ola bilər. Bugün gedirik marketlərə. Həm hamısını yəni ki göstərməyəcəm, amma əsas mənə lazım olan bir iki dənə şeylər var, onları almaq üçün. Burada böyük ehtimal 2 ya da 3 dənə market göstərəcəm bugün. Burada 3 növ əsas market var. Bir, içində hər şeyin olduğu hipermarket kimi. Nə gülürsən Ayza? 2, kasıbın büdcəsinə uyğun, tələbənin büdcəsinə uyğun marketdə. Bir də üçüncü orta segment. Nə şişkansın, nə kabab segmenti. Şimdi gedirik Sainsbury'yə. Sainsbury bizim ölkə ilə müqayisə eləsək Bravo'ya. Bizim Bravo'ya gedirik. Ət məhsullarıdır, toyuqdur, böyle şeylər. Orada yaxşıdır, o keyfiyyəti çoxdur. Düzdür, qiyməti də yaxşıdır, amma keyfiyyəti də yaxşıdır. Amma belə ümumi gündəlik ehtiyacların hamısını Sainsbury'dən almaq o qədər sərf eləmir, çünki baha başa gəlir. Gedək görək. Bu ehtimal da davam elətdirəm. Prosto orada da belə çəkə bilməyəcəm, o birisindən çəkəcəm, böyük ehtimal yaxından düşəcək. Doğru qoyulsun. Nədir? Doğru qoyulsun. Yox, bro, belə yaxşıdır. Sən o bir şey videonu görmədin ki, sən ağzımın üstünə girmişdir. Belə qəşəng. Bir də görə marketdən alır. Deməli, bura biraz həm meydan sayılır, meydan deyilən həm mərkəz sayılır, həm də sayılmır. Kamera biraz titrəyir, əlimdən gələni eləyəcəm ki, titrəməsin. Amma məndən asılı deyil də tam. Deməli, bura bu gördüyünüz binadır, sonra arkadakı binalardır. Bunlar hamısı çoxlu universitetin binaları sayılır. Yəni, hərəsinin ayrı-ayrı işləri var da, belə deyim. Yəni, sırf biri burada hamısında yəni birbaşalar dərd keçirmir də. Hərəsinin müxtəlif funksiyaları var. Məsələn, biz imtahan vermək üçün keçən dəfə başqa binaya getdik, amma dərsimizi tamam başqa binada keçirdik. Yəni, belə maraqlı yanaşmaları var. Getdiyimiz yolda bu qabaqdakı Kitayski dildən oxşayan konsulluğun binasıdır. İndi gedirik. Qabaqda deməli sağa dönən kimi tam mərkəz yeri satırıq Coventry'nin. Çox şeylərdə da geyim mağazalardır, deyim marketlərdir, o tərəflərdə hamısı. Aycan. Yaxın təşəkkür. Arxadan çəkirəm, bir dəqiqə səni çəkirəm. Bu həmin o konsulluq. Buranın başını bırakın. Ümumiyyətlə fikir edmək lazımdır. Bura əslində neydi bura Cavid? Bura pubdur. Pubdur, amma qozalar üçün pubdur. Bir dəfə içəri giriblər, görmədi içəri hamısı yaşlılardır, cavanlar yox. Bura bildiyimiz Spardır, amma Spar burada biraz çox hörmətsizdir. Yəni, marketlər içərisində ən az produktun olduğu yer buradır, yəni dəhşət azdır. Ümumiyyətlə bura girən var, onu da bilmirəm. Bu sırada banklar düzülürlər sırayla. Burada Subway var. Futbola baxanlar
Bu bankı 100% tanıyır. Köhnə baxanlardan söhbət edən Barclays bir vaxtlar Premier Liqanın baş sponsoru idi. Aha, deməli, marketlərdən birincisi buradır. Tesco. Tesco Express həm qiymət cəhətdən sərf eləyir, amma nə vaxt sərf eləyir? Tesco'nun özünün klub kartı var. Yəni proqramı var. O proqramın içində avtomatik klub kart verir. Həmin kartla da içəridə indirimli mallar çoxdur. Buradan istifadə etmək olur və daha çox Avropa məhsullarıdır deyə keyfiyyət də başqa olur, yaxşıdır. Buralarda restoranlar başlayır. Sonrasıyla. Sadece biz gələndən bu təmin işlər gedir də, hə? Demək olar. Yanına sonra bak. İki dostun qovuşmasına da şahid olur. Burada belə maraqlı bayraqları düzüblər. Və gəldik mərkəzə. Deməli, buradan bu iki binanın arasından aşağı düşəndə mall kimi bir yer var. Onun da içində müxtəlif mağazalar. Yəni, ümumiyyətlə Coventry'də gördüyüm yeganə aptek falan hamısı oradadır. Bu heykəl məşhur Qadivanın heykəlidir. Heç məşhur deyil. Bura üçün məşhur imiş. Qadiv haqqında məlumat. Verməyim Zavid. Əlbəttə yox. Yanlışlar. Qadiva bu şəhərin əfsanəsidir. Çünki bu bir vaxtlar Coventry'dəki kralın həyat yoldaşı olub. Buna icazə verməyiblər, harasa çıxsın. Keçmiş dövrlərdə qadınlara qarşı olan münasibətlərdən. Heç nə, Qadiva xanım da götürüb sağ olsun. Bildiğin soyunub, üstlənib çıxıb atın üstünə başlayıb şəhəri gəzməyə. Ondan sonra da ölkədə məşhurlaşıb, olub məşhur Qadiva. Bura Primark'dır, Primark'a aid ayrıca bir çəkəcəm. Çox möhtəşəmdir, ucuzluğu yerdir. Burada dayımız var. Kasıbın dostu, yaxşıların sevimlisi BM. BM bizi həqiqətən böyük bir yükdən xilas edib. BM-i bizim oba kimi düşünmək var, amma obanın daha keyfiyyətli versiyası. BM-in qiymətləri çox sərfəlidir. BM-də istənilən hər cür məhsul tapmaq olur. Yəni biz bura gələndə yataqxanada çox ümumiyyətlə əşyamız yox idi da. Balışından tutmuş orqanımıza qədər özümüzü almışıq hamısını. Hamısını da BM-dən aldıq. BM-i tapanda həqiqətən çox sevinmişdik ki, nə yaxşı ki belə yeri var. Biz buradan alışverişimizi eləyə bilirik. Bu tərəfdə şəhərin mərkəzidir. Burada çox maraqlı tikiliyə sahib binadır. Burada daha çox pub kimi gedir. Həftənin hər günü gəlib burada içən adamları görmək olur. Deməli, aşağıda sağ tərəfdə, sağ tərəfin aşağısında Sainsbury'dir. Biz indi orada gedirik. Oradan bir iki şey alıb qarşı tərəfə gələn market kimi yerdir. Orada da ət məhsulları satırlar. Oradan bir toyuq ət alacaq. Oradan da cavabı aparacaq Polşa marketinə. Deməli, burada ölkənin özündə o qədər də məşhur deyil. Treçkadır, bulgurdur. Amma Polşa marketində hamısı var. Ona görə ona da getməliyim məcbur. Burası Sainsbury'dir. Məşhur. O dediyim ət yeri buradır sağda. Halal Center. Bu tərəf çıxışlı. Gediş Allah qabağda. Buradakı avtobus 2 mərtəbəlidir. Maraqlıdır. Şimdi girəyim marketə. İnşallah işdə bir sıkıntı olmaz. İşlə deməzlər. Qorxudan dedim də keçək səvər deyərlər demə. Deməli, bura belə. Zahid müəllimsin, buradan nə alacaqsın? Nə oldu?
Almışam, mənə görə girib, yaxşı. Səs çıxazandan da. Qiymətlərə özəl ayrı video çəkəcəm, amma indi hələ ki ehtiyac yoxdur. Bunu göstəreyim, bundan alıram. Çox dadlıdır. Kesə verilmiş qızıl balıqdır. Yağlar hansı arxada iddia yağ. Bunun qiymətini demədim. Bunun qiyməti 2.50 pounddur. Səhv eləmirəmsə, bizim bundan arası 5 manat 30 qəpik, 5 manat 40 qəpik gəlmişdir. Bizə səhv eləmirəmsə daha baha olmalıdır. Mən yağ olaraq bundan alıram, bundan istifadə edirəm. Xoşum gəlir, həm çəkisi çoxdur, həm dadı da yaxşıdır. Gedək kassaya. Mən ikisini aldım da. Bu marketdə bizim ənənəvi kassələr yoxdur. Hər kəs özü ödəyir. Sadəcə indi mən bağlamalı olacağım, çünki bizdən sizə xəbər verəcəm ona görə. Bura Coventry-lə yerləşən kilsədir. Bura özəlliklə qayrı bir video çəkəcəm, içinə girəcəm. Deməli, bazar günləri getmişəm kilsəyə. Sadəcə yenə bu bazar biraz gec durdum deyə gedə bilmədim. Hər bazar günü saat 10-un yarısından başlayır. Burada xor olur. Saat 11-ə qədər, 12 işləmişə qədər belə maraqlı tədbirləri olur. Ona görə gedib çəkməyə dəyər oranda. Gedirik yüz aşağıya, o həmin Polşa marketinə tərəf. Deməli, həftənin hər günü burada belə həm mahnılar oxuyurlar. Bu normal bir şeydir də. Həm də həmin bu mahnı oxuyan qaqaşın yerində bir nəfər olur. Dəyişir də o hər dəfə. Dini tədbiqatlar aparır. Xristiyandır o kəsbdə. Xristiyanlıq dini haqqında tədbiqatlar aparırlar, çağırış edirlər. Və yaxud da yolda normal yeridiyiniz halda bir ya da iki nəfər sizə yaxınlaşa bilir ki, bəs hansı dinə mənsubsan, sənə bir Jesus haqqında məlumat verək falan belə. Həmin dediyim bu Coventry Mall bu tərəf gedir əslində. Yəni tam mall deyil, üstü açıq bir yerdir. Aşağı gedəndə daha çox mağazalar görəcəyik orada. Məncə abi gitsin. Hər növ insan görünür olur həqiqətən. Yəni hər millətdən insanlar var. Məsələn, bu hava bura üçün normal, azı hava şəraiti yaxşıdır. Amma daha isti olduğu günlər var. Onda ümumiyyətlə əhali daha başqa cür olur və şəhərdə daha sevgili olur. Düzdür abi? Hara girəcəm? Bura? Evet, sadəcə düzü geyim mağazasına apardı. Kardeşim, buradaki qiymətlərin normal olacağını düşünmürəm. Burada bundan əlavə bir yeri var. Outlet kimi yerdir. Adidas'ın, Nike'ın, Puma'nın ağza gələcək bütün məşhur firmaların paltarları, geyimləri, hər şeylər satılır. Bu arada hayat. Bilmirəm buradakı qiymətlər nə dərəcədir. Sadəcə halini girmək istəyir. Normal olaraq baxaq. 60 pound. Təkcə bunun qiyməti. 60 pound da bizim puldan eləyir 130-140 manat ətrafında. Yəni bu. Aha, bunun qiyməti nə qədərdir Zavid? Yəni də göstər sənə zəhmət. Göstər baxın. Bizim bundan 110 manat.
Uşaq var. Uşaq. Ülkenin 30 puan. 30 poundda bu sene. Düzdür, var orijinalları, hamısı Adidas'ındır amma nə bilim. Evet, onda mən başa düşmüşüm. Ona görə mənə çox baha gəldi. Video 9. O dediyim həmin outlet mağazası burada Sport Direct. Buranın belə balaca görünməyinə baxmayın. İçəri girəndə həqiqətən görürsən ki, çox böyükdür. Yəni bu yanın arxa tərəfi ilə var. Dəhşətdir, dəhşət. O dediyim mall kimi yerin girişi buradır. Başqa bir kitabxana var. İnanmıram bizim kitabxanada yaxşı olsun. Yani yapın bura. Bu kitabxanaya. Dediğim gibi güneşli günlərdə şəhər daha maraqlı olur. İnsanlar daha çox olurlar. Hələ ki azdır. Gəldik həmin Porsche mağazasına. Mən bir dəfə də gəlirəm. Avrupa mətbuatı. Avropa. Ha. Görək içəridə nələr var. Ha, görürəm. Şimdi yatlar gördüm, ona görə özümü itirdim. Biraz daha sonra içkiler var. Qiyməti yaxşıdır ya buranın. Bu tərəflərdə baxın. Bunlar böyük ihtimalle vitaminlerdi. Bunların daha ucuzu var. Temizliğin məhsullar da var. Yani bu market bizdə daha, en azından mənə daha doğma gəlir nəinki diğer marketler. Çünkü biraz içində satılan məhsullar da bizimkilərə uyğundur. Məsələn. Tam istimadda belə deyim. Tərəvəz, kalbaslar, süd məhsulları. Özüm də bir dəfə tanış oluram, ona görə hiç bilmirəm harada nə var. Amma bax bu yoğurt məhsullarından alacam böyük bir ehtimamla. Öncə burada başqa göstərim elə bir şey yoxdur. Yemek videosu. Deməli, bura bizim kurnamızdır. Bura mənim var əşyalarımdır. Daha hardasa bir 40 dəqiqə qalıb. Ona görə bir yemək pişirmək lazımdır. Bugün toyuq pişirəcəm. Makaronla. Yağ. Toyuq. Belki de peynir aldım. Makaronla bize yapsın. Deməli, birinci növbədə mən su qaynadıram. Makaron patates qaynasın deyə. Yoksa o biri yol əlində çox gözləyirsən makaronun qaynamağını. Bu da sərf eləmiş. Mənə yarımı bəs eləyir. 500 qramdır, 250 qram. Olmadı. Soğuğu doğramaq üçün hələ də belə taxta şeydən almamışdır. Ona görə soğuğu məcbur bunun üstündə doğrayırım. Hər dəfə deyirik alacağıq. Başqalarının var burada, tək onun istifadə eləmək üçün gəlmir də.
Ona görə eləmirəm başqalarının işini istifadə. Görs. Hansı olacaq? Maşallah. İkisi də böyüdü. Çoxdur. Bunun da yarısını götürsəm bəs eləyəcək. Bu da eləyəcək. Bunu qoyun gəlmir. Mən özüm yemək pişirməyi çox xoşlayıram. Biz evdə olanda bu qədər çox şey pişirmirdim. Arada da hamımızın klassik bildiyi şeyləri pişirərdim. Amma bura gələndən sonra artıq məcbursan ki, başqa yeməklər də yeyəsən. Çünki ancaq eyni yeməklər, mən bura gəldiyimi ilk 2 həftəsində səhv eləmirəmsə, ancaq eyni yeməklər yedim. Fərqli bir dənə hazır suplar var idi. Hazır supları alıb burada qızdırırdıq, yeyirdik. Amma belə hamısı gündəlik eyni yeməklər idi. Ancaq bütün gündə toyuq, makaron, arada bir də çılğınlıq eləyib düyü bişirirdik. Amma sonra gördük ki, alınmır, ancaq eyni yeməklər. Bir müddət sonra həqiqətən adam bir heyvan yeməyi yanına sonra. Məsələn, axır dəfə toyuğu bir həftə də səhv eləmirəmsə, bir həftə bundan qabaq yemişdim. Yəni pişirib yemişəm. Bir həftə ərzində heç toyuq əti yemirdim. Əvəzində sos pişirdim bir dəfə. Sosu qəşəng yedim 2 gün. Sonra deməli hazır pizzalar var, dondurulmuş. Yəni pişməyib, sadəcə pişirmək lazımdır. Mən ancaq pendirlisini alıram da. Hazır pizzadır, onları qəşəng atırsan elə bir burada tofkaya. Onun içində çox yox, 10 dəqiqəyə hazır olur. Onu atırdım, hazır olurdu. Özüm də malat almışdım. Amma qızardım malat içində. Onu qızardım, qoydum elə üstünə. Qəşəng olurdu, sənin üçün ətli pizza. Ləzzətlə də yeyib. Həm hazır eləməsi rahat idi, həm də dadı qəşəng. Həm də dediyim kimi, toyuq yemirsən də, əsas odur ki, toyuqdan da yeyib. Adam bezmir. Bir həftə deyimirəm, deyəsə toyuqsunu darıxdım, dedim, biraz toyuq alım, toyuq pişir. Toyuq bitdi. Bəzi yerləri var, qançır olmuş yerlərdə mən iyrənirəm. O yerləri ümumiyyətlə yeyə bilmirəm, ayrı anlamda məşğul olmuram. Deməli. Sonra götürürük. Makaronun tam doldurmalı təbii ki. Bu hissəyə qədər. Yəni o qədər doldurmalıyıq ki suyu. Nə tavanın ümumiyyətlə yarısı olmaq o makaronun ölçüsündən asılıdır. O qədər bunu doldurmalıyıq ki, yəni suyun üstündə makaron qalmasın da. Bu arada bizdə burada yataqxanada İtalyan bir xanım da qalır. Arada mətbəxdə rastlaşırıq. Mən makaron pişirdiyimi görəndə mən ona sual verdim ki, bəs bizdə buna makaron deyirlər də, sizdə nə deyirlər? Bilirəm, pasta deyirlər. Bəs dedi ki, bizdə makaron pastanın bir növüdür. Yəni sırf adı makaron olan şey deyil də, başqa bir pasta növü sayılır. Dedim, vallahi elə bizdə hər şeyə makaron deyirlər. Nə oldu makaron? Başqa növü də yoxdur. Elə pişirdiyimiz də yediyimiz də ancaq budur. Tələbənin dostu makaron. Deyəcəm, mən makaronu bir dəfə çox qoymuşam. Bunun qapağını bağlayırıq. Qoyuruq ocağına. Qaynasın. Olsa da tez qaynayır, tez pişir. Yağın olsa da biraz qalır. Çox az. Hətta bir istifadəlik. Bunun hamısını qoyurazam geçsin.
Mən ümumiyyətlə yağlı xoşlayıram yeməkləri. Mən də artıq da onsuz tökürəm makaronun üstünə bəs eləyir. Buradan çox görünə bilər. Bu yağ amma tez əriyir, yəni ortada bir şey qalmır demək olar ki. Saat 10 dəqiqə işləyib 20 dəqiqə var. Mən toyuq ətini bişirəndə burada bundan çox istifadə edirəm. İçində sarımsaq və digər ədviyyatlar var. İstiyat yoxdur səhv eləmirəmsə içində. Ona görə ayrıca burada istiyatım da var. Sarımsaq ədviyyatı həm çox qəşəng dadı qatır, həm də iyi çox xoşuma gəlir mənim. Ona görə belə bura gələndən azı bundan istifadə edirəm burada. İnşallah o dəfə başımız. Biz bu tavanı tavanın birləşiyi olmuş o pərəndirdə, yəni ayrı-ayrı tavama ehtiyac yox. Prosto bu tavanın qapağı yox. İçinə pis tərəf oldu. Bir də qapaq əvəzinə göstərilən nə istifadə edir. O biri tavanın üstünə qoyuyor. Əslində bunu buna görə təbii ki almamışıq. Biz bilmirdik. Burada hər tavanın, məsələn göstərim. Tava belədirsə, əgər bu tipdirsə, bu qazdanın üstündə yemək pişirmək üçün. Amma bu tipdirsə yox. Yəni biz saçı birinci bundan almışdıq. Sonra gedib bundan aldıq və bunu da qaytarıb iade edə bilmədiyimizə görə məcbur qaldı. Biz də Türkiyə çarə istifadə yolunu tapdıq. Bunu sabah istifadə edirəm. Şimdi mən əti biraz sulu xoşlayıram. Xoşum gəlmir, quru qalsın. Ona görə bunu çölünü və pişirəndən sonra üstünü örtünəm. Buxarın içində içi də pişir. Həm də yumuşaq qalır, şirin. Təbii ki, bunun üstünə qoyanda istəyini azaldıram. Çünki yanacaq qoyacaq. Şöyle demək olar ki, qızardı. İçinə mənim istədiyim tadı gəlir. Şimdi koyuruq üstünü və qapaq kimi. Bundan sonra 9'dan 5'e salmıyorum, 4'e salmıyorum, laf yaxşı olsun. Makaron da biraz böyle bala qaynayır. Şimdi bunun da istəyini almışam. Prosto biraz da almaq lazım çünki daşır. Çox təəssüf indi fərq elədim. Ümid edirəm ki, bayaqdan üzüm heç olmasa yarısı da olsun düşür. Düşmüsə işlə. O düşürür mən söyləyəcək. Az qalıb, arşa qalıb. Tam istədiyimiz kıvama oldu. Bak bu yağ göre pişir. Bəli. Rahat bölünürsə artıq pişir. Həm də içi sulu da qalır. Yağı da artıq qalıb. Bu yağı onsuz da əlavə edəcəm makaronun üstünə. Allah. Şimdi bunu bir xodda koyuram. Yəni soymasın da. Videoda çox maraqlıdır. İndi fikir verdim. Videoda baxın bu hamısı sönüb yanır, düzdür, amma yəni şeydə belə deyil. Hoş gəlmişsiniz. Salam əleykum.
Sənlə tanışımız var axı, Rəşadə. Bu da bizim təzə qrup, təzə yox, qrup yoldaşımızdır. Təzə olmasa da yoldaşlarım. Təzə tanış oldu. Düzdür, mən buraya çox əlaqəm yoxdur, mən maliyyədən gəldim, amma Bu ikisi bütün günü dava edirlər burada, bütün günü mübahisə, müzakirə, istədiyimiz bütün mövzulardır. amma bir misal istəyirəm. Və Aşpaz Cavid də brokoli supu bişirəcək. Adam üstünə Allah'a bir dəfə bişirmişdi, qəşəng olmuşdu. Görə ikinci dəfə necə olacaq? Böyle doğramam seçmesen daha yaxşı olardı. Çünki belə doğramam. Məxfiz yox deyə öyle olur. Heç nə olmaz, canımız sağ olsun. Mənim də makaron demək var ki, hazırdır. Biraz qalıb, çox az. Bundan sonra yeməyə hazır olacaq inşallah. Uzaqlaşma. Yeməyimin son halı. Christmas, the Christmas trees on fire.